Salam dostlar, xoş gördük sizləri. Neçə vaxt video paylaşmırdım. Dedim bir dənə paylaşım. Belə bir sayt tapmışam. Dünəndən tapmışam bu saytı. Dedim biraz istifadə edeyim, sizlərlə də paylaşım. Kim istəsə qeyddən keçib istifadə eləsin. Deməli bu sayt necədir? Necə ki o Trumpik var, ona bənzər bir saytdır. Sadəcə burada tam fərqlidir. Məsələn, burada bir 20 saatdan bir, nə bilim 10 saatdan bir fırlanma edirsiniz, bura sizə tronlar verir. Və yaxud da ki girib oyunlar oynayırsınız tam pulsuz şəkildə. Məsələn, üzərinə belə vurursunuz. Baxın belə adi bir oyunlar gəlir. Bunları oynayaraq fırlama şansı qazanırsınız. Yəni bunlar hamısı pulsuzdur. Trombikdə pulla da olsa burada pulsuzdur. Nəsə qeydə çox rahatdır. Qeyddən keçəndən sonra belə bir yer gəlir. Yəni bura heç baxmayın. Bura daxil olanda da heç nə hansısa bir saytdan qeyddən keçin. Yəni bura pul yatır, oyun oynar, sonra sənə tokenlər versin. Yəni bura daxil olmayın, bura heç baxmayın. Kimsə yəni daxil olub baxa bilər. Mənim heç sərf eləmədi bura. Yenə deyirəm, bax gəlirsiniz qeyddən keçəndən sonra gəlirsiniz bura, qeyddən keçəndən sonra. Bir dənə buranın üzərindən vurursunuz, bu fırlama var. Bir dənə vurub bunu fırlama edirsiniz və sizə coinlər verir. Bildirimi də açırsınız ki, sizə bildirim gəlsin, yəni vaxt bitəndə. Görürsünüz, indi burada bağlı idi, mən böyləsinə vurdum, açdım bildirimi. Və başlayırsınız coinlərinizi yığmağa. Məsələn, mən bura indi baxım, burada hal-hazırda bu qədər tronum var. İndi bir 20 saat keçəndən sonra bir dənə də vuracam, əlavə tronlar yığılsın bura. Bu cüzdandır. Deməli, burada məsələn pul yatırım eləmək də olur. Tutaq ki, yatırım eləyib nəsə oyunlar oynamaq, nəyisə eləmək olar. Minimum 2 trondur. Geri götür var burada, çıxarış var. Yəni məsələn pulunuzu çıxarmaq istəyirsinizsə vurursunuz üzərinə və pulunuzu çıxarırsınız. Çıxarılma 70 trondur. Üzərinə belə vurursunuz. Yəni indi şikayət edə sayt yoxdur da, balansını da vurub və pulunuzu çıxarış edirsiniz. Çox rahat şəkildədir həqiqətən də. Burada indi nəsə burada coinlər alıb və yaxud göndərirsiniz, belə bir yer var burada. İşte bu üç xəttə gələk, bura baxaq. Deməli, telefonunuzun dilində burada tərcümə yeri var. Burada Azərbaycan dilində edirsiniz onu. Problem deyil. Burada müsabiqələr var. Gələ bu nədir? Müsabiqələrə baxaq. Burada nəsə yarışlar olur. Onları bildirir, nəyisə bildirir. Bu da yarışlardır, nəsə bildirir. İndi onları da araşdırıb sonra paylaşım edərəm sizə. Sonra pulsuz oyunlara baxaq. Bayaqki oyunlar gördüyünüz kimi pulsuz oyunlardır. Girib daxil olub oyununuzu oynayırsınız və coinlər qazanırsınız. Sonra dostlarınızı dəvət edirsiniz. Baxın, üzərinə belə vurursunuz. Linkinizi kopyalayırsınız və dostlarınızı dəvət edib qazanırsınız. Kazino bonusları var burada. İndi qeyddən keçib kazinolar oynayırsınız və bonuslar qazanırsınız. Belə bir yerlər var. Sonra daha çox qazanc sözünə vurduqda burada məsələn sorğular gəlir. O sorğularda iştirak edib tronlar qazanırsınız. Pulsuz tron qazanc isə budur elə. Gəlirsiniz, yəni dediyim kimi bura üzərindən vurub fırlama eləyib tronlarınızı qazanırsınız. Yəni kimin vaxtı olursa, telefon kimdən çox qalırsa, rahat şəkildə burada tronlar qazana bilər. Yəni bu saat gec də versə, amma yaxşı verir. Yəni tronu pis vermir, qəşəng verir. Yəni sizə çətin bir şey yoxdur. Vurdunuz, tutaq ki, yazılacaq bura məsələsini 5 saatdan sonra bir də vur. Zəngi də aktiv edirsiniz, sizə xəbər verir və girib bir daha da vurub fırlanma edirsiniz. Amma oyunlar oynayıb, göz burada yazılmış bir fırlama, 5 fırlama məsələn də, gözü 5-ə qədər deyib fırlama əldə edə bilərsiniz. O sonra vurub, daha rahat şəkildə vurub coinlərinizi götürürsünüz. Şəxsən mənim üçün yəni yaxşıdır. Yol gedəndə daxil olub burada oyun oynayacağam, həm pul qazanırım, həm də ki vaxtım geçsin. O cəhətdən çox yaxşıdır. Bu qədər dostlar, yəni kim sizə qeyddən keçsin, telefonunda qalsın, rahat şəkildə istifadə eləsin. Yəni belə baxıram, maraqlı bir sayt oxşuyur. Onu gedim sizlərlə paylaşım. Kimə uyğun olsa qeyddən keçib istifadə eləyə bilər. Qeydiyyat linkini paylaşacağım. Rahat şəkildə qeyddən keçib istifadə eləyin.